Bu dərsimizdə JavaScript üzərində çox geniş istifadə olunan filter və find funksiyaları üzərindən danışacağıq. Bu şəkildə qeyd edək: find və filter funksiyaları. Find və filter əslində aşağı-yuxarı eyni bir işi görmək üçündür. Sadəcə olaraq arasındakı fərqi birazdan görəcəyik. Yəni əvvəlcə işin nə olduğunu görək, daha sonra isə aralarındakı fərq haqqında danışarıq. Hər ikisi arraylər üzərində, çoxluqlar içərisində istifadə olunan hazır metodlardır və əvvəlcə bir array formalaşdıraq özümüz üçün, bir data formalaşdıraq və o datanın üzərində filter və find işlərinin nə üçün lazım olduğunu öyrənək. Tutaq ki, bizim constant bir dəyərimiz olsun. Bu olsun users. Bərabərdir. Fərqi yoxdur. Bu təbii ki, let də ola bilərdi, var da ola bilərdi. Name 2 nöqtə. Tutaq ki, olsun ilkin. Virgül. Bunun yaşı olsun. Tutaq ki, olsun 24. Və yeni userlərimizi də formalaşdıraq. Bunun da name'i var. Bunun da age'i var. Bu şəkildə yazaq. Və bunu biraz kopyala yapışdır eləyək. Adlar olsun Alı, Ülvi, Rasimə, Fidan tutaq ki. Və burada məlumatları yazaq. Alı olsun tutaq ki 21, Ülvi olsun, bu da olsun 21, Rasimə olsun 20, Fidan olsun tutaq ki 22. Bu şəkildə məlumatları yazaq. Və daha sonra yeni bir array formalaşdıraq. Buna deyək let filter users. Yəni filtrlənmiş userlər bərabərdir. Users daxilindən nöqtə filter vasitəsilə bir arrow function formalaşdıraq. User. İçərisindən return olaraq bir dəyər qaytarırıq. Deyirik ki, məsələn, göndərdiyim userin nöqtə age'i böyükdürsə olsun 21-dən tutaq ki, bunun içərisinə doldursun o məlumatları və console.log vasitəsilə filter useri konsolumuza çap edək. Baxırıq, gördüyümüz kimi 2 ölçülü bir array qayıtmış oldu, yəni 2 sətirli bir array qayıtdı və içərisində ilkin və fidan var, çünki yaşları 22 və 24-dür. Digər məlumatlar, yəni bu məlumatlar artıq çıxmadı, bunların ikisi çıxmış oldu. Yəni filter vasitəsilə biz nə edirik? Filter verilmiş olan arrayimizin hər bir sətrini bir-bir sətir-sətir yoxlayaraq birinci sətirdən sona qədər həmişə davam edir və içərisində yazdığımız şərti ödəyən dəyərləri bizə return edir. Yəni bir növ yeni bir array formalaşdırmaq üçün istifadə edə bilərik. Hətta bu belə bir şey də ola bilərdi. Biz burada let vasitəsilə yaradardıq və birbaşa usersin özünü dəyişərdik. Nəticə etibarilə də users artıq yaradılıb deyir, üzr istəyirəm. Nəticə etibarilə də users arrayinin özünü dəyişə bilərdik. Amma unutmayaq ki, əgər siz belə bir şey eləməmişsinizsə, yəni əsas array'in qiymətini yeniləmək istəmirsinizsə, bu şəkildə yazırsınız və əsas array'imizdə heç bir dəyişiklik baş vermir. Yəni filter vasitəsindən istifadə etdiyimiz zaman əsas array'imizdə heç bir dəyişiklik olmur, sadəcə olaraq bu bizə bir dəyər return edir. Bu burada qalsın. Keçək find funksiyasından haqqında danışaq. Eyni şeyə kopyalayıb yapışdırıram. Sadəcə olaraq burada find edirəm və yeni array'imizin adını da find users edək. Bu şəkildə baxırıq. Find nə üçündür? Əvvəlcə bunu öyrənək. Çünki burada gördüyümüz kimi bizə bir sətirli məlumat qayıtdı, hansı ki, burada əslində şərt ödəyən 2 nəfər var. Find'in əsas prinsipi bundan ibarətdir ki, biz oradan bir məlumat tapmaq istəyirik. Yəni find vasitəsilə biz gedib array'imizin içərisində sadəcə olaraq şərti ödəyən bir məlumatı tapırıq və onu geriyə qaytarır. Yəni biz find'in içərisində məsələn bərabərdir də istifadə edə bilərik, bərabərliyini də yoxlaya bilərik, böyükdür istifadə edə bilərik, kiçikdir, fərq yoxdur, istənilən bir şərtimizi yoxlaya bilərik. Sadəcə olaraq bizə bütün məlumatlar yox, ilk qarşısına çıxan məlumatı qaytarmış olacaq. Eyni şey olmağına baxmayaraq baxaq. Baxın, birinci nədir? Bizim filtrımızdır, ikincisi bizim find'ımızdır. Gördüyünüz kimi burada 2 sətir qaytarmışdı bizə, burada isə 1 sətir qaytarmış oldu. Find də eyni zamanda əsas array'imizin üzərində heç bir dəyişiklik eləmir. Sadəcə olaraq bizim üçün yeni bir array formalaşdıra bilərik və yaxud da köhnə array'imizin içərisində olan məlumatları dəyişib bununla əvəz edə bilərik. Find'ə bir növ belə baxa bilərsiniz. Filter tutaq ki, bizim array'imizin hamısını qaytardı, yəni şərtləri ödəyən hər şeyi qaytardı. Find'in içərisində belə fikirləşin. Məsələn, if-else işləmə prinsipini yadımıza salaq. If-else necə işləyirdi? Şərtlərimiz. Məsələn, bizim if və else'imiz olmuş olsaydı, tutaq ki, burada bir else if də formalaşdıraq. Bunun da bir şərti var, tutaq ki, şəkildə yaza-yaza gedirik və ən sonda tutaq ki, bir else'imiz var. Burada prinsip necə idi? Əgər bu şərtlərdən hər hansısa biri ödənirdisə, digər şərtlərə baxmırdı.
Ona görə də find içərisində bunu yadımıza sala bilərik ki, burada da aşağı-yuxarı eyni məntiqdir. Find və filtrdən biz əsasən filtrdən daha çox istifadə edəcəyik, nəinki finddan. Çünki arraylərimizin içərisində filtrləmə işləri çox görmüş olacaq.